Sənət nədir? Sənət insanın ən böyük kəşfidir. Sənətin məqsədi insanı dünyaya, həyata inandırmaqdır. Sənət olmasa biz dünyaya, həyata çox adi inana bilərik. Sənətsiz dünyaya inan. Çox adi inandı. Baxırsan mənzərəyə, deyirsən ki, hə, bu tutaq ki, gözəl bir mənzərədir. Ancaq bir var ki, onu sənət sənə təqdim edir. Sənət vasitəsi ilə mənzərə insana təqdim olunur. Adi insan baxır Göygöl mənzərəsinə, öz adi duyğularını yaşaya bilər. Ancaq Səttar Bəhluzadənin Kəpəzin göz yaşları əsərinə baxır, orada Göygölü yenidən kəşf edir. Sənətkar bizə gerçəklikdən artıq olanı göstərir. Deyir ki, sənin o gördüyün gerçəklik əslində bu cürdür, mənim təqdim etdiyim kimidir. Bu, istər ədəbiyyatda olsun, istər kino sənətində olsun, bu belədir. Biz sənət vasitəsilə zamanı yenidən yaşaya bildik. Kino sənəti bu sahədə ən populyar bir sənətdir. Biz yenidən zamana qayıda bildik, keçmişə qayıda bildik. Biz yenidən canlandıra bildik. Öz kino sənətdə rəssamlıq kimi təsvir sənətidir. Biz öz təsvirlərimizi, beynimizdəkini yenidən canlandırırıq, ondan bir film çəkirik və onu yenidən yaşayırıq. Sənətin məqsədi burada nədir? Bizi keçmişə aparmaq, keçmişlə tanış etmək və onu bizim tanımağımız üçün bir səy göstərmək. Eləcə də rəssamlıq, heykəltaraşlıq, insanı inandırmaq, daha yaxşı inandırmaq.